İndi isə hal-hazırda bayırda hava çox soyuqdur. Nəsə videonu mütləq çəkməli idim. Bəli, Rusiyanın şirkəti Faberlic. Bu da şampundur, getisken şampundur, nanəlidir. Müxtəlif cür növləri var. Yəni saç tökülməsinə qarşı saçı möhkəmləndirir. Yuxarıda da emblemi var, 95% yazılıb. Yəni pis deyil, idi, çox gözəl idi. Mənim yəni xoşum gəldi. Sanki qablaşdırması yoxdur, amma belə qabı zeytun yağının qabına oxşuyur. İndi isə açıram. Yenə də eyni şampunu. Təbii ki 2 ədəd sifariş vermişəm. Birini hədiyyə göndərəcəm. Yəni sahibi özü bilir, əvvəldən demişdim. Onun istəyini nəzərə alaraq təbii ki. Burada da murmurdur. Bundan da 2 ədəd vurmuşam. Ətri çox gözəl idi. Sözündüsə bir qızıl gül rənginə bənzər bir iyi var idi. Baxın, bu da Skydivi'dir. Bu artıq 8-ci elementdir. Bunun iyi qızları çox super idi. Kişi üçün ətri idi. Yəni mən 2 ədəd kişi üçün ətri vurmuşam. Bu da belə kremdir. Baxın, Nati yazılıb. Hə, gecə üz kremidir. Face üzdür. Bunu da hədiyyə almışam. Yəni mən krem özümə hələ ki sifariş etməmişəm, yalnız ətir və pomada. Bu da Day Face, bu Day Face, bu üz kremidir təbii ki. İndi gərək nəyə açıram? Hə, murmur. Baxın, kənarlarına boyunda ayrı olan murmurdur. Bu bayaqçı qızıl gül rənginə oxşuyur bu, amma şokolad olan. Baxın, rənglər də fərqlidir. Baxın, diqqətlə gördünüz də yəqin ki, indi nəyə baxaq? Eyni vurmuşam bundan 2 ədəd. Yəni biri hədiyyədir, bir də özümün də hədiyyələr tam qablaşdırandan sonra göndərəcəm sizə. Bu da şan tətridir. Qablaşdırmasını gördünüz. 2024-cü il yazılıb. Heç fikir verməmişəm. Yəni bu da belə murmur. Bu da qara olan murmurdur. Murmurdur, qara rəng, Eau Parfum. Sonra görüm nəyə açıram oradan. Çəkdir. Uzun bir çək. Təbii ki. Hə, bax, kişi ətrini, bu da ikinci olanı. 2 ədəd kişi ətri vurmuşdum. O qədər gözəl idi. İkisini də yiyəm. Çox super idi.